Hər vaxtınız xeyir olsun dostlar. Bu gün sizə neçə vaxtı başımdan getməyən bu problemlərdən danışacağam. Düşünəcəksiniz ki, nə oldu yenə problem? Valla problemdir. Amerikada çoxlu problemlər var. Bilmirəm, başqa insanlar hansı Amerikada yaşayır ki, onlar problemlə rastlaşmır. Amma normal qayda qanunla yaşayanda sən burada problemlərlə rastlaşmalısan. Bu qaçılmazdır. Çünki Amerikanlar özü belə bu problemlərlə rastlaşır. Siz əvvəlki videolarda görmüsünüz mənim maşında yaranan problemlərimi. Maşınımın qeyd edeyim ki 104.363 Azərbaycan dilində desək mil, İngilis dilində desək mile yürüyüşü var. Yəni 170.000 kilometr yürüyüşü var. Sıfırdan maşın məndə olub. Mən maşını alanda üstündə hardasa 10 kilometr zad var idi. Yəni çox aşağı idi. Probegi əvvəlki düşüncəmə görə problem maşının qabaq biferinə, korobkasına girən qollar ki var. Burada akseldə deyirlər ona. Nəysə problem mən düşünürdüm ki ondadır. Yerindən götürüb sürəndə maşını, qaz verəndə tık 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 belə səs gəlir. Amma asta оборотla sürəndə bu səs gəlmir. Yavaş-yavaş sürəti qaldıranda bu səsi eşitmirsən. Ani qaz verəndə bu səsi eşidirsən. İngilis dilində onun adı CV jointdir. Azərbaycan dilində adı yadımda deyil. Mən düşündüm ki, odur problemi. Amma servisdə də appointment eləmişəm. Dünən yox, ondan öncəki gün gedib servisdə maşını qoymalıydım yoxlamağa. Qar yağdığına görə heç cür gedə bilmədim. Daha doğrusu getdim, da servis işləmirdi. Ona görə məcbur oldum saxlamağa indi bu günə. Bu gün də servis appointmentim yoxdur. Sadəcə naprolom gedirəm. Hələ necə gəldi gedirəm. Görək indi nə deyəcəklər. Bu gün qərara gəldim ki, problem korobkadır. Motorun korobkasıdır. Motorun nə idi? Maşının korobkasıdır. Niyə belə qərara gəldim? Çünki səhər çağı maşın soyuq olanda sürdüm. Heç bir səs yox idi. Çünki o bildiyim granat. Yadıma düşdü granat. Granat. Azərbaycanda ona granat deyirlər. Düşündüm ki, granat olsa, granat belə bir şeydir ki, istəyir soyuq, istəyir isti halda o səsi eləyəcək. Çünki orada dişli vallar var. Dişli vallar bir-birini tutur və motordan gələn gücü korobka ilə birləşdirir, qranatı ötürür, qranatı gətirir, təkəri ötürür. Bu qranatın problemi olsaydı, düşünürəm ki, bu daim bu səs gələrdi və dönmədə bu səs belə başladı. Birinci sola dönəndə hiss elədim. Ona görə birinci informasiya beynimdə oldu ki, bu qranatdır. Sonraki zamanlarda düz yolda sürəndə gördüm ki, bu səs daha da aktivləşir. Və düşündüm ki, ya qranatdır, ya korobkadır. Çünki bu Nissan Rogue-ların transmissionu, yəni korobkası şeydir, CVT-dir. Çox Nissanda budur. Problemdir. Bu Nissanlarda CVT korobka problemdir. Problem olmağına o biri korobkalarda da problemdir. CVT korobkanın problem olmasının problemi ondadır ki, bunu düzəldən ustalar azdır. Buna zaman yormurlar, zaman aparmırlar, vaxt yormurlar, özlərini yormur insanlar. Buna görə düşünürəm ki, buna görə problemlidir. İndi məsələ nədir? Məndə əgər bunu servis həll eləsə, nə xoş halıma. Əgər bunu həll eləməsə bu problemi, onda böyük bir məbləğdir. Bu da Amerika reallığı olacaq ki, Azərbaycanda sən ustaya gedib, burada təyin olunan məbləğə gedib tam maşını, məsəl üçün, belə deyim də, 2017-ci ya 16-cı ildə çeşka almışdım. Xoşuma gəlmişdi. 1.8 motor çeşka almışdım və maşının xadaboyunda problem var idi. Ona baxmayaraq maşını aldım. Getdim, aldım, günün səhərsi getdim 800 manata bütün maşının xadaboyunu, amortisatörlərin, bütün qollarındakı rezinləri zadı, hər bir şey dəyişdim və maşını full belə əjdaha komforta gətirdim. Burada $800 isə mən sadəcə bir dənə qranatı dəyişə bilərəm. Yəni 800 manata da yox, $800. Sadəcə maşının bir tərəf qranatını dəyişə bilərəm. Yəni bu maşın fərqi yoxdur ya, Nissan Rogue-dur yoxsa 2004-ün Toyota'sıdır və yaxud hansısa.
Çünki usta onu dəyişməyə görə 354 dollar pul alacaq. Ehtiyat hissəsi də 250-270 dollar. Təkslə, fiylə gəlib 800 dollara çatır məbləğ. Ona görə deyirəm 800 dollar olar. Bəxtim gətirsə bu olmayacaq. Problem korobkada olacaq və servis özü bunu həll edəcək. Bəxtim gətirməsə onda 800 dollar verməli olacağım. Bu arada deyim ki, dünən bir şok yaşadım. Şok nədən ibarət idi? Mən neçə vaxt görürsünüz ki, belə boş paltarlar geyinirəm. Mən heç vaxt əvvəllər boş paltar geyinməmişəm. Həmişə dar deyəndə, yəni tam bədənimə uyğun paltarlar geyinmişəm. Çox belə boş paltarlar geyinməmişəm. Bunu geyinməyimin səbəbi əslində taksidir. Taksidə oturmağımdır. Çünki bu dar paltarlar geyinəndə sən ürəyin sıxılır da, çox oturanda, yəni narahat olursan, belə heç özünü komfortlu hiss edirsən. Amma bu komfortlu hiss eləməyin mənfi tərəfi var. Mənfi tərəfi odur ki, maşında oturmuşsan, məsəl üçün də, indi suyu başa düşürəm, su içirsən. Sonra, məsəl üçün, mənim çox xoşladığım bir şey var. Bilmirəm, maşında var o, yoxsa yox. Bu deyil, amma bu da şokoladdır. Yoxdur, yəqin ki, götürmüşəm maşından. O nədir? O çox xoşladığım şey nədir? Deməli, o fıstıqdır, qabıqlı fıstıq. Yəni, Azərbaycanda onu alırdım mən o vaxtı, 5 manata alırdım kiloyun, 1 kiloydu. Belə çalan bir paket düşürdü. Yer fıstığıdır deyəsən. Qabıqlıdır, onun qabığını sındırırsan, içindən fıstıq çıxır. Mənim fıstığın ən çox sevdiyim növüdür. Onu göstərəcəm sizə. Bax, mənim bəlkə cibimdə var. Yoxdur, yox, cibimdə də yoxdur. Həmin o fıstıqdan çox istifadə edirəm, çox yeyirəm. Yəni, maşında oturanda, maşında sındırmıram onu, kənarda sındırıram, belə yeyirəm, maşını saxlayıb düşəndə. Həmin o fıstıq, şokolad, çay və yaxud bir dənə meyvə, bu tip şeylər, yəni taksidə işləyirəmsə, oturan adamda bilmirəm nədən irəli elə istəyir ki, nəysə bekarçılıqdan ya siqaret çəkməlisən, ya da nəysə ağzına atmalısan da, ya saqqız çeynəməlisən, nəysə bir şey olmalıdır. Mən də bu faktorları nəzərə alaraq çox istifadə eləmişəm və özüm danışanda və artıq videolarda, səslərdə görürəm ki, nəfəs almaq səsimi, özüm indiki halımda nəfəs almaq səsimi eşitmirəm. Amma videolarda çox eşidirəm bunu. Görürəm ki, mən necə nəfəs alıram. Dünən elə belə çıxdım tərəziyə, gördüyüm məni şok elədi. Çünki mən idmana başlamışam və elə bir ki, idmana başlamışam. İdman eləyə-eləyə mən yeməyi azaltmalıyam və arıqlamaq prosesinə başlamalıyam. Amma nə baş verir əslində? Məndə də baş verir. Məndə baş verən odur ki, mən idman eləyirəm, bədənim açılışır və daha çox yeyirəm. Məsələ budur. Məndə nədirsə əksinə gedir. Düz deyil, idmanda qaçıram. Məsəl üçün, belə deyim sizə, haradasa 3 kilometr, yarım 4 kilometr arası qaçıram Beqavoyda. Buna, məsəl üçün, 40 dəqiqə vaxt sərf eləyirəm. Haradasa 500, 400, 600 arası kalori sərf eləyirəm. Ondan sonra keçirəm turniklərə. Turnik deyəndə sırazu ağlınızda yaranmasın. Gələ turnik yox. Alətlərə deyim. Turniklərə yox, alətlərə, trenajör alətlərinə keçirəm. Orada nədir məsələ? Orada bir çiyinlərə işləyirəm, qollara işləyirəm, bicepsə, tricepsə bunlara işləyirəm. Bunları da məndə alışqanlıq qalıb. Əvvəldən idmanla məşğul olmuşam deyə. Bütün ömrümü idmanla məşğul olmuşam, bu arada deyim. Və bu idmanla məşğul olmaq məndə özgüvən yaradıb. Kök olmuşam, amma kök olduğuma baxmayaraq istənilən fiziki, elastik hərəkətlər eləyə bilmişəm. Ona görə mənə məşğul olduğum idmanın professorları ki gəlirdi, professor deyirlər idmanda, masterləri gəlirdilər, mənə ad qoymuşlar Panda. Panda deyirdilər mənə. Ondan o ləqəbdən qalmadı maşınımdakı Pandada. Bunu deyim. Mənə dedilər ki, sən pandasan da, Kung Fu Pandada görüblər yəqin ki. Ona görə dedilər ki, sən pandasan da, yəni bu çəkidə sən bu hərəkətləri edə bilirsən, onlar şok olurdular da. Məsəl üçün belə bir şey deyim sizə. Mənim məşğul olduğum idman növü capoeira olub. Capoeira yazılır Azərbaycan dilində. İngiliscəsində isə capoeira yazılır.
Kapoeranı biz Lənkərandan, məktəbdən başlamışıq. Mən, dostum və ətrafımızda olanlar. Dostum adı Elmardır. Biz bir yerdə başlamışıq. Daha doğrusu o həmişə gəlirdi məktəbin, Lənkəranda 4 nömrəli məktəbin bufetində bəzi hərəkətlər eləyirdi və onun beynində olan, onun atmosferində olan insanlar onun ətrafına yığışırdı. Mən də həmişə fəzavi idmanları sevmişəm. Ümumiyyətlə, normal insanların düşüncəsində ki, məsələn, karate, boks, güləş, sambo bu şeylər olanda mənim beynimdə həmişə kung-fu olub da. Mən fikirləşmişəm kung-funu, o necə idman növüdür, nə bilim, sonradan Wing Chun-u fikirləşmişəm necə idman növüdür. Mən həmişə o tərəf idmanların həvəskarı olmuşam. Kapoeira da onlara bir yoldur. Nəyə görə? Kapoeira idman növündə belə bir şey var. Sən kapoeiranın yaranmasında belə bir şey var, daha doğrusu. Çünki qullar tərəfindən yaradılıb idman və orada insanların güclü olub da bunu zahirə göstərməməyidir. Kapoeirada belə bir şey var ki, insan fiziki güclü olur, amma bunu zahirdəki insan bilmir ki, bu idmançıdır, güclü idmançıdır, bunu zahirdəki bilmir. Yaranma strategiyası buradandır Kapoeiranın. Afro-Amerikalılar, Afro-Braziliyalı qulların öz mübarizəsi nəticəsində yaranan idman növüdür. Kapoeira qarışıq idmanlardan, kyokushindan, nə bilim, güləşdən, boksdan, bütün idmanlardan, elə bil ki, o vaxt idmançılar ki, bununla məşğul olan idmançılar, qullar ki, məşğul olurlar, onlar götürüblər, portlarda işləyiblər, port ərazilərdə və portlarda gəmilərdən gələn insanlar ki, düşür, idmançılar zatlar, beləncə onlardan, bir dənə bunu öyrədərsən, bir dənə bu hərəkət necə edin, belə, mən belə deyirəm, əslində bəlkə də belə olmayıb. Yəni, belə kapoeira formalaşıb, yəni, biraz səndən, biraz ondan bir idman ortaya gəlib. Ona görə idmanı sevirəm, çünki o idmana baxanda, hamısı onu bizə həmişə bu sözü deyiblər. Kapoeira ilə məşğul olduğumuza görə atlanıb düşənlər, bizə həmişə belə deyiblər, atlanıb düşənlər. Heç yadımdan çıxartmıram da, hamısı, atam, doğmalarım, hamısı bizə atlanıb düşən. Hətta o vaxtları bizə idman nazirliyi də ciddi yanaşmırdı, çünki atlanıb düşən idi hamının gözündə. Amma əzmlə çalışanda, bir işlə məşğul olanda onu nail olursan və kapoeiristlər, Azərbaycan kapoeiristləri çox əzmlə məşq edirdilər və olimpiya növüdür, heç yerdə tanınmır. Ona görə o adi insanların, məsəl üçün, adi idmançıların sərf elədiyi əzmdən 2 dəfə artıq əzm insanlar onun üstünə qoyurdu ki, bir yerə çıxsın da, bir yerdə bizi görsünlər. Belənçinə kapoeira ilə məşğul ola çəkim var idi, zalda məşq edirdim. Məsəl üçün, nə məşq edirdim? Dostum mənə kaliso deyirlər ona, bir tərəfə audur, kapoeira dilində audur, bir tərəfə au eləməyi. Məsələn, zala gedirdim, zalda 8-ci mikrorayonda Bakıda şaxtadan olan zal, təsəvvür edin ki, taxta, yer taxta, qədimi məktəblərin polları necə taxta idi, tozlu taxtada, ayaqlı yerə bərk çırpırdın, toz qalxırdı ya. Həmin o zallarda məşq eləmişik. Zal o qədər soyuq olurdu, zala girirdi, başlayırdı qaçmağa ki, yəni özümüz qızandan sonra o soyuğu hiss eləmirdik, rahat olurdu. Saat yarım məşq edirdik, bütün məşqi soldan sağa və sağdan sola av elirdim, yəni kaliso elirdim. Soldan sağa, sağdan sola, soldan sağa, sağdan sola, ancaq bununla məşğul olurdum və bir yerdən sonra görürsən ki, artıq bu oturur sənin bədənivə. Və mən bugün bu çəkidə belə avunu çox gözəl eləyirəm. Çünki o mənim qanımdadır, artıq canımdadır. Ruhən oturub mənim bədənimə. Yəni mənim çəkim nə qədər olsa, mən avunu eləyəcəm, nə bilim, avsemmao eləyəcəm, o hərəkətləri var da, onları eləyəcəm bunları. Çünki oturub artıq, mənim fizikimdədir bunlar. Zalda məsələn belə bir hərəkət edirdim, hündürə tullanmaq üçün də. Orada basketbol setkası var idi. Həmin o basketbol setkasına tutmaq üçün qaçıb divara ayağımı vurub, tullanıb setkanın arxa tərəfindən tutmalıydım da. Elə bunu məşq edirdim, məsəl üçün, hündürə tullanmaq üçün. Yəni, belə metodlar var idi ki, bizim bədənimizin hansısa bir yerin inkişaf elətdirməyi. Nəysə, bunları keçirəm hamısın. Məsələ nədir? İdmanla məşğul olduğuma görə kök olsam da həmişə özgüvənli olmuşam. Yəni, heç vaxt məni maraqlandırmayıb kimsə. Yəni, buna pota da, buna bax, nə bilim, qan tökülür yanağından, nə bilim, hərə bir söz deyir də.
Amma məni onlar heç vaxt narahat eləmir. Çünki həmin onu deyən adama deyirəm ki, gəl şpaqat açaq, görək sən aça bilirsən, sən yaxşı açırsan, yoxsa mən qalacaq beləsinə. Deyəcəm, gəl təpi ataq, görək sən yaxşı təpi atırsan, yoxsa mən. Atacaq, amma mən kimi atamayacaq. Çünki mənim əvvəldən məşq elədiyim şeydir və həmişə məşq elədiyim şeydir. Çəkimin çox olması buna mane olmayıb da. Mən bunu demək istəyirəm ki, ruhən, sən ruhən hazır olanda, ruhən bir şey istəyəndə ona nail olursan. Hər şey sənin istəyindən asılıdır. Deməli, bax, indi hiss elədim yenə. Kaperanı bitirim. Məsələ nə idi? Mənə həmişə ki deyirdilər, sən köksən, bu belə. Mən özümü hiss eləmədiyimə görə, kök hiss eləmədiyimə görə. Çünki mən köklüyümlə belə arıq olan adamların elədiyindən artıq fiziki hərəkətlər eləyə bilirəm, bacarıram deyə. Yəni bu köklüyümlə bunları sizə zalda göstərəcəyəm. Mən elə bir ki, özüm bir reklam idim. Müəllimin reklamı idim da, canlı reklamı. Gəlib mən boyda adamı görürdülər ki, mən boyda adam nə hərəkətlər eləyir və cəmaət rahatçılıqla uşaqlarını gətirir ki, bu boyda qarınlı adam eləyirsə, təbii ki, mənim uşağım da eləyəcək, rahat gətirirdilər. Nəysə, kapoeranı burada qutardıq. Keçək, kapoera ilə bağlı bəlkə gələcəkdə sizə göstərərəm. Çünki kapoera bizim cavanlıq sevgimizdir, cavanlıq sevdamızdır və hara getsə də yenə kapoera bizə doğma gəlir. Çünki uşaqlıqdan məni dostlarımla birləşdirən dəyər kapoera olub. Bu arada Cəmilə də salamlar. O da bir dostumdur, o Azərbaycandadır. O da bir ömrün bu kapoeraya sərf eləyib. Arzu edirəm ki, inşallah onun bu əməklərinin bəhrəsini görər. Çünki kapoera qeyri-olimpiya növü olduğuna görə biraz çətin məsələdir. Amma yenə də biz kapoeristlər olaraq yeganə insanlarıq ki, bunu yadınızda saxlayın. Kapoeristlər olaraq yeganə insanlarıq ki, 2013-cü ildə idi ya 2009-da idi, yadında deyil. Biz Braziliya parlamentinin üzvlərini Azərbaycana gətirdik. Çünki kapoera Braziliya idman növüdür və kapoera federasiyası olaraq yeganə idman növü ki, biz həmin ildə 2013 idi deyəsən, Braziliya parlamentinin üzvlərini biz Azərbaycana gətirdik. Yəni Azərbaycan balaca bir ölkə, dünyada tanınmayan ölkə, amma bizim səylərimiz, Lənkəranda 4 nömrəli məktəbdə başlayan səylər gəldi, o yerə çıxartdı ki, biz Braziliya parlamentinin üzvlərini gətirdik Azərbaycana. Onlar rəsmi səfərə gəldilər və bizim yarışı gəlib oturub zalda izlədilər. Belə bir şey dünya çempionatı keçmişdi Azərbaycanda. Kapoeranı burada yekunlaşdırıram, keçirəm maşına. Maşında məsələ nədir? Maşını indi mən sürəndə görürəm ki, korobkada yağ qızandan sonra bu dık səs artır, qaz verəndə, bax. Bilmirəm nə qədər səs gəlir bura yoxsa, amma mən görürəm. Deməli ki, problem korobkadadır, mən belə şeyə gəldim. Çünki əgər qranat olsaydı, adi qaydada sürəndə bu qranat üzə çıxardı. Soyuq idi, tıqqıldamırdı, qızdı. Bu arada korobkada problemləri əsasən üzə çıxardan məsələ korobkanın qızması. Niyə? Çünki korobka qızanda, korobkada ki, yağ durulaşır və həmin yağ durulaşandan sonra korobkada nə problemlər varsa biruzə verir, özünü göstərir. Bu korobkalar, CVT korobkalar tam fərqlidir. Onun içində tros sistemidir. O birisi korobkalar kimi içində şestinalardır. Tros sistemidir, fərqli bir sistemdir. Düşündüm ki, bəlkə o olmaz, amma gördüm ki, yox, korobkadır. Artıq əmin oldum. Və indi gələcəm servisə, appointmentim yox, bir şeyim yox. Görək nə olacaq, necə olacaq sizə deyəcəm. Amma ilk öncə təbii ki, maşını yuduzdurum. Mən servisə maşını həmişə aparanda təmiz aparıram ki, usta baxanda maşının altında, çünki o maşın oraya gələn kimi orada girib maşını eləmir də, maşın gələn kimi girib sökmür də. O istəyər ki, baxdığı hansı cihazda harada problem varsa, istəyər ki, onu görsün birinci. Onu rahat görmək üçün maşını moykada yuduzdurub sonra ustaya aparıram ki, moyka üstün yuyur, altın yumur, amma burada altında yuyur. Düşünərsiniz ki, niyə də moyka üstün yuyur, altın yumur.
Amma burada moyka maşının altında yiyor deyə ona görə maşını moykaya salıb sonra gedəcəm servisə. Appointmentsiz görək qəbul edəcəklər yoxsa yox. Bilmirəm, amma görərik. Buradan yaxşıdır. Bayaq danışırdım, söhbətim yarıda qaldı. Söhbət nədən gelirdi? Mən dedim, gördüyüm bir şey gördüm, məni narahat elədi. Gördüyüm şey nə idi? Gördüyüm şey artıq çəkidir. Bu paltarlar məni rahat hiss elətdirir deyə mən artıq çəki artdığını hiss eləmirəm. Şişmişəm və dünən tərəziyə çıxdım. Çəkini gördüm. Çəkini deməyəcəm çünki ayıbdır da. Bir insan bu boyda çəkili olmaz deyən. 129 kilo nə deməkdir? Yəni bu ayıbdır da. Çağayevdə bu yanlarda da ki, deyim Çağayevə müraciət edeyim. Kömək elə Aybərat. Nəysə, görə indi qərarı aldım ki, bu gündən belə bir şey eləyəcəm. Ağzımı kontrol eləyəcəm. Bu gündən özümə belə bir şeyi qərar vermişəm ki, ağzımı kontrol eləyim. Yəni, buradan girən hər şeyə nəzarət eləyim. Səhər çağı yumurta yedim, əla yumurta yedim, başa düşdüm. Amma bundan sonra gün ərzində bir dəfə yemək nəzərdə tuturam. Bu da Vavadan olacaq, çox güman ki, sup, onun da kalorisi 300 nə qədərdir? Bir də 300 nə qədərdir? Bir dənə avokado tost yeyəcəm, bir də kofe içəcəm. Yəni ümumi formada çalışacağam 1000 kalorini keçməyim. Çünki başqa cür yolu yoxdur. Ağzı saxlamasam, ağızdan yeməyə girməyim mən saxlamasam, mən heç cür arıqlamayacağam. Ona görə yəni idman da kömək eləmir. Deyim idman kömək eləsin. İdman edirəm, qaçıram, fiziki məşqlər eləyirəm nə qədər. Gəl ki, idman da kömək eləmir. Ona görə ağzımı bağlamalıyam. Bu qərara gəldim ki, bu gündən sonra belə bir challenge eləyim sizlə bir yerdə. Özümü arıqlatmaq challenge eləyəcəm. Burada qarnımı göstərmirəm, ayıbdır. Amma bildiyiniz kimi duşi qarın var, çox böyük qarnım var. Əslində, təkcə məsələ qarında deyil. Mənim əzələrim də böyükdür. Yəni belə göstərim, görürsüz əlimi. Yəni bu P4, bunlar hamısı əzələdir. Əzələlərim də böyükdür. Bu nədən irəli gəlir? Yəni mən güclü idmançıyam zat bundan irəli gəlmir. Bu ondan irəli gəlir ki, mən çoxlu işləmişəm. Mən uşaq vaxtından həmişə işləmişəm. Mənim 4 dənə əmim olub. 1, 2, bir də babamgilin həyəti. 3 həyətdə mən kartoşka əkmişəm həmişə, şoxum eləmişəm, şumlamaq deyirlər də. Şoxum eləmişəm, çox işləmişəm deyə fiziki mənim bədənim, yəni bu çəkini hiss eləməməyimin səbəbi var. Yəni bu günləri mən rahat formada tullana bilirəmsə, indi burada yaxşı görsənmir, amma mən rahat formada məsəl üçün də kapoeirada belə bir hərəkət var. Məsəl üçün keşad adı, hərəkətin adı, indi ayaq çox qalxmır, amma rahat formada təpi ata bilirəmsə, bunun səbəbi məncə şeydir. Təkcə idman deyil, bunun səbəbi həm də fiziki bədənimin güclü olmasıdır. Ona görə bu çox işləmək, həyətdə işləmək da işləyər də adam öz evində işləyər də. Daha gedib əminin həyətində işlə, nə bilim şeydə işlə, nədir onun adı? Babanın həyətində işlə, öz həyətində işlə olmaz da. Öz həyətində bir dənə işləmək kifayət eləyir. Ona görə bu çəkini hiss eləmirəm. Çox çəkim olmasın, bu səbəbə hiss eləmirəm. Yəni bədənimin kökündə fiziki güc var. Bu mənə çox çəkini hiss eləməyə mane olur. Amma qaçanda hiss edirəm. Məsəl üçün, qaçanda, alətin üstündə qaçanda 200 kaloridən sonra, 200 kalori itirəndən sonra mənim dıxaniyam açılır. 200 kalorini itirənə qədər belə can verirəm. Yəni, bu formada canım çıxır. 200 kaloriden sonra elə bir ikinci dıxaniyə açılır, gedir. Ondan sonra bir 400 kaloride zat 600-700 arası hələ ki işləyirəm. Ondan qabağa getməmişəm, qaldırmamışam. Amma bilirəm ki, mən bir patxoda qaçanda 1400 kalori itirə bilirəm. Yəni bu 1 saat yarıma, yaxud 2 saata 1400 kalori itirə bilirəm. Yəni belə qaçma potensialım var. Ona gəlmək üçün çəkimi 130 kilodan salmalıyam. Heç olmasa 123 kiloya ki, 7 kilo artmalıyam ki, mən 800-900 kalori verə bilim.
Mən gün ərzində 1000 kalori almağım mənə kifayət eləyir. 1000 kalori nəyə görə kifayət eləyir? Ona görə kifayət edəcək. Onsuz da mənim yaşamım, yəni insanın yaşamı gün ərzində 1000, 1500, bəzən 2000 kalori itirməyə kifayət edir. Sənin nəfəs almağına, bədəninin özünün sənin enerjini saxlamaq üçün, məsələn, bədən temperaturu 36-7, bunu saxlamaq üçün bədən enerji sərf eləyir. Bu sənin kalori yandırmağından gəlir də. Ona görə bədən özü də kalori yandırır. Bu kalori yandırmağı 1000, 1500, 2000 arası olur. Ona görə mən 1000 kalori qəbul eləməliyəm ki, mən kökəlməyim və minusa getməyə başlayayım. İdmanla minusa getməyə başlayayım. Ona görə çalışacağım belə eləyim. Hava soyuqdur bu arada, amma mən qalın geyinməmişəm. Görək indi bunun axırı nə olacaq. İndi bunu sizlə bir yerdə eləyəcəm. Hər həftə də olmasa, bir həftədən biri bunun haqqında məlumat verəcəm. Görəcəksiniz ki, Amerikada pota miqrantın arıqlama prosesi necə gedir. Küləkdir, biraz kadr oynayır o yana, amma burada bir işim yoxdur əslində. Burada sadəcə dostoranla. Bunun göy olması, bu şılangın göy olmasının səbəbi bu əlillərin zonasıdır. Mən əlillərin zonasına girmişəm və onların şılangından istifadə edirəm. Çünki o bir şılanglar qaradır. Sırf əlillik, yəni əlillik deyəndə fiziki məhdud şəxslərin burada iki zonası var. İki maşın saxlama zonası var və orada onlar maşın tostoranlamadır. Yəni həmişəki kimi fiziki məhdud şəxslər öncədir. Onların yeri birincidir. Xüsusi bir təmizlik eləmirəm. Sadəcə yüngül. Çünki hər gün maşın təmizləyəndə sən arxa çiçək kimidir. Mən bunun nəyini təmizləyəm? Çiçək kimi maşının nəyini təmizləyəm? Qısaca maşını təmizlədim güya. Bunu kadr üçün edirəm ki, yaxşı görsənsin. Amma səhnə boynunuza alındı. Kompozisiya, quruluş yaxşıdır. Ağaclar təbii, üstündə qar, fonda maşın və fonda bir pota miqrant, bəli. Okey. Kifayətdir. Gedək servisə. Gəldim servisə. Servisin qabağındayım, görürsünüz. Gəldim, dedilər ki, vaxt yoxdur bu günə. Qaldı sabah. Sabah səhər gələk, görək nə olur. Sabah səhərə appointment elədilər servisdəki maşını yoxlamağa. Amma düşünürəm ki, korobkadır, yoxsa başqa bir şeydir. Bunu bilmək üçün bir başqa servisə də gəldim. Başqa bir ustanın yanına, tacikdir usta. Maraqlısıdır ki, usta yoldaşıdan bir yerdə işləyir, tacikdir. Hər arvad servis işlədilir. Bu çox maraqlı bir şeydir. Servis deyəndə iki şeydən ibarət, girişdən ibarət bir servis kimi bir yerdir, maşın ustası. O da mənə dedi ki, servisə apar, garantiyası var da. Dedi, servisə apar, garantiya ilə əgər alınmasa, mənə deyərsən, gətirərsən, burada dəyişərik. Yəni servis desə ki, korobka deyil, bu şeylərdir. Məsəl üçün qranatdır və yaxud başqa şeydir. Onda dedi, gətirərsən, biz dəyişərik. Sabahınız xeyir yenidən. Belə deyim, saatım yoxdur, itirdim saatımı. Tramplində itirdim qol saatımı. Orada qoydum, fırlatdılar. Amerika reallığı. Orada qoymuşdum və qoyduğum yerdə tapmadım. Yaxşıdır, qulağıma taxdığım mikrofonun zadı, bu mikrofon yox, qulaqcığı mikrofonun zadı oğramamışdılar. Bilmirəm, oğrayıblar, kim götürüb, hara gedib, bilmirəm, amma ki, yox oldu. Tramplində itirdim qol saatımı. İndi gedirəm ofisə, servisin ofisinə gedirəm. Saat 9-a birinə təyin eləmişdilər. Bitmir, bu qar bitmir. Səhər durdum, gördüm, yenə qar yağıb. Düzdür, bu qədər yağıb, amma yenə yağıb. Sıxıldım bu qardan. Açam, bitəcək bu. Maşını qoydum servisdə, bir nəfər gəlir. Piri gəlir, piri. Keçdi. Çox təcrübəli şoferdir. Çox, necə deyirsən, təcrübəli şoferdir. Sonradan gördü, qayıtdı geri.